Mail bəy, cəmiyyətə faydalı fərd olmaq üçün nə etmək lazımdır? Cəmiyyətə faydalı olmaq üçün təhsil almaq lazımdır, peşə öyrənmək lazımdır, inkişaf eləmək lazımdır, güclənmək lazımdır. Niyə görə? Çünki təhsil almaq, peşə öyrənmək insanı gücləndirir. İnsan güclü olanda cəmiyyətə daha faydalı ola bilər, yoxsa zəif olanda. Biz zəif olanda yükümüz cəmiyyətin üzərinə düşür. Güclü olanda cəmiyyətə xeyrimiz ən azı budur ki, yükümüz insanların üzərinə düşmür də. Bu aksiomadır. Ona görə mənim bir müəllimim deyirdi ki, insan ağıllı insan yaxınlarının, dostlarının, qohumlarının güclənməyini istəyər, zəifləməyini yox. Ona görə ki, sənin dostların, yaxınların, qohumların, səni tanıyan insanlar güclənəndə sənə bunun faydası dəyəcək. Necə? Sənə dəstək olacaqlar? Yox. Ən azı sənə ziyan dəyməyəcək onlardan. Ən azı onlar səndən borc pul istəməyəcəklər. Ən azı budur da. Buna görə sən sevinməlisən. Başqaları, yaxınların, dostların, qohumların güclənsinlər, inkişaf eləsinlər. Bax, ən vacib birinci məqam budur. Cəmiyyətdə faydalı olmaq üçün mən dayanmadan özümü inkişaf elətdirməliyəm. Çünki bayaq dediyim kimi zəif insan cəmiyyətə daha az faydalı olur, bəlkə hətta ziyanlı olur.